Tamila xanım, bu ilanlarla bağlı deyirsiniz. İlanlarla bugün münasibət artıq yoxdur. Yox. Yəni mən ilana baxıb da adam bilirdi ki, gör mən ilanla baxıb da informasiya xeyr, o iyi mənə Allah verir. Məndə Allahdan gəlir mənə o iyi qoxu, baxıcılığım. Mən ilanlardan qorxmurdum. Yəni İlanlarla bir təmas var. Bəli. İndi də bu dəqiqə, indi də ola bilər o. İcazə vermirlər mənə, həkimlər də. Yox, yəni tutalım bir bağa getdiniz, bir ilan gördünüz, onunla təmas qura bilər. Qorxu yoxdur. Yox, yəni Dizi kanalında var, çıxmışam o da. Bilirəm, orada var. Birinci yerə çıxandan sonra çağırdı mənə ki, şeydə idi, hansı xəstəxanada idi. Təcil yardım altından maşın girmiş, ilan girmiş, mən getdim onu çıxartdım, yəni qorxmuram. Elə faktlar var və o arxivdə də durur. Bəli. Bu gün, yəni mən bu məsələyə yəni toxunmasam olmaz. Bilirsiniz ki, inkişaf edir, artıq yəni sosial şəbəkələrdə artıq hər şey görürük, hər şey var. Məndə əsas odur ki, xanım üzr sözünü kəsəm. Məndə odur ki, məndə paxıllıq yoxdur. Yox, ora toxunmaq. Baxıcıdır. Ekstra həkimdir, müəllimdir. Bəli, hər sahədə artım var, sizin sahədə də artımlar çoxalır. Həqiqətən özünə görə. Aysol, hərənin özünə görə bir sambalı var, amma Tamila xanım illərin Tamila xanımıdır, yəni. Mən də can qoymuşum, qocalmışam. Tamaşaçılar artıq bunu bilir ki, artıq kadrlar da var, arxivdə izləyə bilənlər, izləyənlər də var. Mən artıq bilməyənlər üçün bunu deyirəm. Yəni, dediyim odur ki, artıq süni intellekt meydana gəlib və bunun vasitəsilə, nə bilim, artıq bu bir həyatımıza girib. Yəni, Tamila xanım, bu ekstrasenslərə necə bir, necə deyim, ekstrasens sizin, yəni, sahiyə necə, bunun təsiri ola bilərmi? Xeyr. Ola bilməz. Ona Allahdan gəlir, o qoxudur, ona baxmalıdır, cini varsa, cadusu varsa, ruh varsa, onu, yəni, Allah vergisi olur da, necə deyim? Bildim, başa düşdüm, bu tam ruhla bağlıdır. Tamila xanım, ruhlar əbədidir, yəni. Ruh var, cin var. Cadu var. Bəli. Yəni həyatımız davam etdikcə bunlar var, olub və olacaq da. Yəni Quran-ı Kərimdə də belə yazılıb, qurban olum Qurana, Allahım. Birinci Allah, mən həmişə ya cadu çıxardanda, ya ruh çıxardanda, birinci Allahımı çağırıram. Onun bütün izləyicilərim, bu da öpürəm izləyicilərimi, hamısını mənə, yəni pis gözlə baxmırlar, hamısı mənə çox suyar, elə deyirlər. Elə bir xanımsınız. Mən də bağımı basmağı, yəni belə bir bala gəlir ki, olur vaxtı ki, gəlir verir, amma indi ondayım baxıram. Bağırma var, ana ağlayıb balası üçün, mən ondan qabaq ağlayışım. Məndə balalarım var, nəvələrim var. Bəli, ana hissi, ana duyğusu. Yəni, həyatımız davam etdikcə, nə qədər yəni, sivil bir həyatda yaşasaq da, bunlar da hökm sürür, bunlar da var. Və Tamila xanım, bir balaca istəyirəm bu cinlərlə əlaqəli söhbət edək. Yəni, cinləri mən görürəm. Cinlərin varlığı. Hər gün cinlərlə təmasdasınız. Müsahibədə bunu demişdiniz. Hal-hazırda da ətrafımızdadır. Bəli. Mən gəlmişəm, gəlirəm mənə. Bəlkə də çoxsu gülər, başqa şey deyə. Ancaq hə. Siz yəni onu görürsünüz. Mən onu görürəm. Amma bizlər onu görə bilmərik. Yox, heç var. Heç var. Baxıcıdır, yəni o qədər cinlərlə oynayanlar olub ki, cinlərlə olub. Tamila xanım, bir şey deyim, yəni indi tamaşaçılarımız da yəni məni başa düşər. İndi insanlıqda duyğularımız var. Mən məsəl üçün elə bil ki, bir müddət evdən gedəndə qapını bağlayıram, evdə heç kəs olmur da, tutalım. Bir həftə zat ev boş qalır. Və çox qəribədir ki, mən evə sonra gələndən sonra başqa bir yerdə tutalım qalıram. Ya anam gildə, ya bacım gildə. Məndə elə təəssürat oyanır ki, yəqin ki, tamaşaçılarda da bu hal olur. Məndə elə təəssürat oyanır ki, hətta bu haqda bir film də var. Bütün əşyalar hamısı mən gedəndən sonra... Bəli, olur. Yəni, danışıram pis olarak. Yəni, onlar hamısı hərəkətə keçir, burada ruhlar və mən gələndə bunlar hamısı sakit durur. Məndə elə hiss var. Bəli. O qəribədir. İçəri görür, yəni, gözüm gecə qapı döyülür məndə. Mən informasiya döyülürüm, qapı döyülür, açıram. O zaman gecə bir su qoyuram, bir yemək qoyuram. Hətta elədir. İnciməsinlər də mənə. Yəni, hamı bilir ki, mənim 11 dənə cinim var. Atları da var. Bəli. Atları istəməm demək. Yəni, atları var. Yəni ki,
Çox istəyirəm də onları. Qoruyur da sizi onlar. Yox, Allah qoruyur məni. Amma onlar qorumur. Onlar biz ətraf Allah yanımda da. Onlar biz nə işə yarayırlar? Ətrafda nə işə, sizə nə işə yarayırlar? Mənim deyə bilməzsən. Hə, onu deyə. O bir də mən yuxularla bağlı da danışmaq istəyirəm. Yəni tamaşaçılarımıza çox maraqlıdır. Hər kəs yuxu görür, səhər o yuxunu başlayır gözləməyə. O yuxuda da bir məna var, ya bu keçici bir hissdir. Olur, gedir, gəlir yuxu. Yəni deyim ki, belənçinədir, yox, yuxu gəlir, gedir. Yəni yuxunu görürsən, əgər düz çıxır yuxusu, yəni yüksəliş görəndə dağ görür, yüksəliş olur. Ya biri deyir ki, dişim çıxdı. Belə şeylər çox olur ki, ağlayır. Ümumiyyətlə Tamila xanım yuxulara inanırmı? Özünüz yuxularla təması necə? Mən yuxu görmürəm. Mən ancaq danışıram yuxuda cinlərimlə. Aha. Yatmaq məsələsi də yaxşı deyil sizdə. Yox. Yata bilmirəm. Yox. Bundan ancaq yoxdur ki, həkim iynə dərman yazılacaq, hamısını canından olsa demir olar yatırsınız. Bədənim yəni sakitləşir. Bəli. Halbuki mən dərman içə bilmirəm. Dərmandan uzaqam. Tamila xanım, bugün ən yəni dəbdə olan, ən dəbdə deməzdim, ehtiyac olan sahələrdən biri də gənclərimiz arasında, yəqin valideynlər, mənim kimi analar hamısı bilir ki, psixoloqların fəaliyyətidir. Bəli. Biz onlarla ünsiyyətdə oluruq. Buradan da bütün dost, tanış psixoloqların hamısını, ümumiyyətlə bütün psixoloqları salamlayırıq. Çox istəyirəm onları, çox Bəli. tanıyıram. Çox istəyirəm onları, böyük hörmətim var. Yəni, o qədər insanlara, uşaqlara mən demişəm ki, gedin psixologiya, yəni mənlik deyil, cinlə bağlı. Elə ora gəlirdim ki, bugün psixologiya sahəsi çox inkişaf eləyib, psixoloqlarımızın sayı hesabı yoxdur və çox bugün necə deyirlər ki, yəni fiziki bədən xəstələnə bilir, gedirik həkimə, həkim dava dərman yazır birbaşa. Bu bədəni sağaldırıq. Bir də var insanın ruhu xəstələnib, iç xəstələnib. Biz necə çox əllərini yuvan. Sabunla bütün gün əllərini yuyur, köpük axır əlindən. O cin deyil. Aha. O cinlidir, o psixologiyadır. Onu göndərirəm psixologiya. Aha. Yəni dediyim odur ki, psixoloqlardan ekstrasensləri ayıran cəhət nədir? Cəhət də yoxdur. Yəni ki, yəni sizin uyğun sənət uyğun deyil, sənət deməyəm də indi sahə uyğun sahədirmi? Baxır da belə ki, mən Yəni adam var ki, gətirib uşağını, mən cindayam da xanım, bu açılır. Yəni ekstrasens kimi deyək ki, ekstrasens təqdim cinlərdən, yəni cindayam. Yox, bildim. Axı siz həm də baxırsınız. Tutalım bu uşaq açığı deyək, bu uşaq günü-gündən saralır, günü-gündən vəziyyəti, ruhu pisdir. Gəldi, Tamila xanım görür ki, bu onluq deyil, göndərir onu psixoloqun yanına. Ya həkimə. Yəni belə hallar çox olurmu? Olur. Olur da mənlik deyil. Birbaşa psixoloq həmin bu insanla işləyir. Qışqır evin içində. Mən o qədər olub gələn içində. Yəni onda mən ofisim olanda gələndə yanıma vururdular məni. Yəni uşaqda bilmir, cin girib üçün. Dedim ki, mən azı incimirəm. Onun ki, bunun içində cin var. Və indiyəcən yerdə qalıb məndə cırmaqlayırlar, qışqırırlar, söyürlər. Yox, yəni mən inciyən deyil. Elə şeylər inciyən deyil ki, yəni bu Allah bir var ki, ağzına gələnsə o, mən heç onu həyic adamı qabıl eləməm. Bir də görüm ki, xəstədir, amma üzü istəməndə, bu xanım üzü istəmədə. Yəni, bunda cin var, narahatım. Bir aydan sonra, 15 gün sonra o qədər alqışlayırlar məni ki, çox olur. Çox, çox, bəli. Ümumiyyətlə, tamaşaçılarımıza da maraqlıdır. Tamila xanımın yanına ən çox hansı təbəqə gəlir? Gənclərmi gəlir, orta yaş təbəqə gəlir, yaşlılar gəlir? Eləsi var ki, analar çox gəlir. Analar. Yəni bugün onların, o da evlatları ilə bağlıdır. Bəli, evlatlarla bağlı gəlirlər. Ümumiyyətlə, Tamila xanım, bugün cəmiyyətdə uşaq yetişdirmək, bax bu xaos görürsünüz ki, sosial şəbəkələr barbar bağırır, müəyyən insanlar var ki, yəni hər cür insan tipi var da, deyək ki, layiq, nalayiq hərəkətlər eləyirlər, canlı yayımlar açırlar. Yəni belə bir cəmiyyətdə yox, belə bir cəmiyyətdə gənclərin yetişməsi, yəni belə bir cəmiyyətdə yəni onların ruhlarının xəstələnməməsi mümkün deyil.
Yəni mümkün deyil. Cəmiyyət özü artıq yəni cəmiyyət də deməyək, yəni artıq o sosial şəbəkələrdə olan insanlar ki, mütəmadi ora girirlər. Söhbət cəmiyyətin bu qismindən gedir. Yəni bütöv cəmiyyəti deməyək. Yəni bu insanlar xəstələnir və onlar gəlir şəfa tapır, ya psixoloqlara, ya ekstrasenslərə müraciət edirlər. Və Tamila xanımın da elə xəstələri var ki, məsəl üçün 90% bu xəstəyə qarant verir ki, gəldi, getdi, düzələcək. Və bunları da şəfa tapanlar da varmı? Çox. Və sonradan sizlə əlaqə saxlayanlar da var. Telefonla əlaqə saxlayırlar mənimlə, yəni onlayndan da. Tamila xanım, biraz da cadudan danışaq. Yəni bu da çox yayılmış bir faktdır. Çıxarmışam xanım. O qədər cadu, indi daha yox indi. Ancaq yerini də deyə bilirəm. Yəni elə vaxt o ki, onlaynla danışıram. Yəni görüm ki, cadusu varsa onlaynla girirəm. Yəni canlıya girib danışıram. Olmayanda deyəm ki, səndə cadu yoxdur, gözdür, belədir. Yəni ki, cadu çıxardanam da mən ay xanım. Birbaşa bu işlə məşğulsunuz. Yəni öz gözünün qabağında deyəm ki, git oradan cadu. Bir var ki, özüm gedim. İndi daha qocalmışam, gedə bilmirəm. Əslindəki yeri oradadır, get çıxart yenə. O qədər alqışlayırlar ki, məni. Gedib çıxardıb onu neynəməlidir? Onu göndərir mənə, mən batil eləyirəm. Batil eləyirsiniz onu. Ümumiyyətlə bu yenə də bu cadu ilə bağlı yenə də danışaq. Çünki mən bilirəm ki, çoxlarının yaralı yeridir. Bu cadu olmuş insanların yəni psixologiyasına təsir eləyə bilirsiniz. Yəni cadudan əvvəl və cadudan sonra. Cadudan əvvəl, yəni necə olur o? Hal olmur, hey olmur, yemək yemir, arıqlayır, hal-bahal olur, danışa bilmir. Yəni onun adamları fiziki cəhətdən çox yox. Bəli, bəli. Bunu heç həkim də kökdən düşür. Bunu həkim də ayırd eləyə bilmir. Yox. Aha. Yox. Yəni cadu ilə bağlı mən cadu çıxardanam. Hamı da bilir ki, yəni mən cində cadu çıxardanam. Hamı bilir. Bəli. Tamila xanım, bu onlayn baxırsınız bu onlayn məsələsinə, yəni artıq siz qəbul eləmirsiniz. Yox. Xəstələri qəbul eləmirsiniz. Yəni sizlə onlayn birbaşa münasibətə girirlər və bu münasibətdən sonra o xəstə ilə əlaqə saxlayırsınızmı? Yəni gəlməklə yox, telefonla danışıram. Telefonla maraqlanırsınızmı? Bunun halı necə oldu? Bir də görsən çalım onu danışa bilməyəndə həmişə deyəcəm, incimdir, mən xəstə adamım, danışa bilməyəndə, ünsiyyət qura bilməyəndə, birdən-birə şəkər də qalxır canımızın üstünə olsa, heç kimə arzulamıram ki, xəstəyinlə bağlı əziyyət çəksin, heç kimə. İstəyir qocası, istəyir cavanı, mən də onu arzulamışam ki, hamımızdan uza, ki Allah Taala mənə ölüm versin ki, yatım durmayayım, ağlamı incimayayım, bir daha odur mənim arzum. Allah gecindən versin, Allah sizə şəfa versin. Əlbəttə ki, Tamila xanım hər şeydən öncə anadır. Mən sizi başa düşürəm. Ana olmaq özü artıq ölüncə bir məsuliyyətdir də. Yəni bu məsuliyyətdən qurtulmaq mümkün deyil. Bu da bir Kövrətdir ha mənim. Məndə rəqəm, mən Tomayam. Hamı, yəni Tamila Salımova ki, tanımırlar məni. Mən Toma xanım kimi deyirlər. Ana deyirlər, bacım deyirlər. Yəni elə ünsiyyət qururam ki, mənə anam, bacım deyirlər. Balam, yəni balam kimi, bacım, qardaşım kimi, yəni mənə o şey ağır gəlmir. Yəni Tamila Salımova yox, onu qəbul eləmirəm. Yəni rəqibim heç kim deyil. Yəni rəqib sevən deyil. Mən o yaşım deyil ki, mən oturum. Necə tanıyırlar ki, necə çıxmışam mən Lizi kanalında, hələ də tanınmış kimiyəm. Və çox maraqlıdır ki, Tamila xanım bu günə qədər aktuallığını qoruyub saxlayır. İnsanlarda bir yəni bir necə deyim, artıq insanlarda bir güvən hissi yaradıb və insanlar istər-istəməz seçim qarşısında qalsalar əlbəttə ki, Tamila xanıma müraciət eləyərlər. Çünki həm də bir qadın kimi ümumiyyətlə Tamila xanım, qadın gözünə hörmət. Mən bir şey deyim ki, hansı sənətin sahibi olursansa ol, öncə sən qadınsan. Və insanla anasan, qadınsan, anasan, ev xanımısan. Aysa ol. İnsanla ünsiyyətdə olanda artıq bu keyfiyyətləri hiss eləyəndən sonra istər-istəməz onun sənəti sənin gözündə, işi, peşəsi, sənəti sənin gözündə bir pillə ucalır. Düz deyirəmmi? İndi Tamila xanım elə bir xanımdır ki, yəni doğrudan bu gəlişi gözəl sözlər deyil, aurası elədir ki, insan onunla söhbət eləmək istəyir. İnsan istəyir ki, bir xanımla, amma çox təəssüf ki, bugün bu meyarlara yanaşmır. Hər sahədə bu meyarlar öndə getməlidir. Yəni xanım xanımlığını qoruyarsa, müəyyən bir aurası olarsa, onunla söhbət də maraqlı olur. Amma çox təəssüf ki, bugün bunları itib, hərə qabağına bir telefon qoyur, canlı yayım açır və deyir ki, mən məşhur ekstrasensəm. Kütləm də çoxdur. Amma
Onu da Allah ruhsunu versin. Hər kəsənə Allah ruhusu verir. Yəni heç olma ola otun baxın, o da yazırlar da. Bəli. Rəy yazırlar. Rəy yazır. İnanırsan ki, daha da alqışlayıram onları ki, teki qalxsın. Yəni Tamila mən hələ eksasens deyiləm. Tamila xanım özünə özgüvəni var və o bu gün heç kəslə rəqabət aparmır. Əksinə istəyir ki, bu gənclər mənə dua eləyirlər. Yəni baxıcılar özləri mənə dua eləyirlər ki, Toma xanım yaxşı olasan. Yəni mən heç o fikrində deyirəm ki, vurum onları. Mənəm, o şeydən mən uzağam. Həm yaşıma uyğundur, özümü yüngül kimi aparıram. Həm də ki, o şey mənim qanımda yoxdur. Bizim qanımızda elə şey yoxdur. Mən bir şey deyim ki, Tamila xanım özgüvəni varsa, deməli elə bu özünün peşəsində də özünü göstərəcək. Tamila xanım, uşaqlıqdan bayaq danışdıq, giriş elədik ki, uşaqlığınızda belə o ocağınız olub, yəni tamaşaçılara bir də yəni xatırladım ki, bəli, o tanımayanlar da var. İndi bizi tanımayan təbəqə də izləyəcək. Bir bacı, bir qardaş olmuş. Allah eləsin, mənim qardaşım rəhmətə gedib. Allah rəhmət eləsin. İndi qardaşım bağlanır, yəni danışırıq da, münasibətimiz də var, qardaşım arvadı ilə də, yəni mehribanıq, şükür Allaha, əlhəmdülillah. Yəni demək istəyirəm ki, yəni bunun bir təməli olub da, bir ocaq olub, yəni bu uzun bir yol keçib Tamila xanım. Bugün yəni tanınmaq üçün yəni sosial şəbəkədən keçməyib, uzun bir yol keçib və bu da arxivdə var. Yəni mən necə kanalına çıxmamışdan qabaq baxıcıydım. Yəni mənim qapımda o qədər insanlar bilirəm. Olub, çox olub. Yəni rayonlardan gəlirdilər. Rayonlardan çox olur. İndiyənə kimi də zəng gəlirəm, yəni onlayna baxıram mən. Aha. Onlayn baxmaqdan məmnunsunuz? Yəni bu sizə diskomfort yaratmır ki? Yox. Niyə ki? Şəkili mən qoxu ilə baxım, qoxusunu getirib deyirəm, informasiya verirəm. Sonra razıdır, şükür Allaha. Tamila xanım, mən belə başa düşdüm ki, tamaşaçılarımızda da maraqlı olsun ki, Tamila xanım onlayn yəni insanlarla təmasa girir, onlayn insanların dərdlərinə şərik olur. Tamila xanım, bir şey diqqətimi cəlb elədi, bu eynəyinizlə bağlı. Elə bil eynəyiniz indi dəyişib, keçən dəfə başqa eynəkdə idiniz. Bəli, indi gözümlə bağlı problem var, ona görə. Gözünüzdə problem var. Ona görə. Qardaş ki, baxıram ki, görsəm, utanmayım. Aydındır. Və nəhayət, bayaq da Tamila xanım kövrəldi bir qadın olaraq. Tamila xanım, hər şeyi bir kənara qoyuram. Eyni zamanda Tamila xanım bir anadır, bir qadındır. Və bugün sizin ailəniz, evladlarınız, nəvələr də var da, nəvələr var. Onların münasibəti necədir? Tamila xanımın, deyək, həm işinə, həm özünə, onlarla təmas necədir? Təmas, yandıdırlar da. Yanınızdadır. Bəs bu ekstrasensi ilə bağlı necədir sizə? Yəni bunlar üçün narazı olub. Narazı olub. Mən baxmayanda mən incidirlər. Yəni həmişə ailədə, yəni ana tutalım ki, sənətlə məşğul olur, görürsüz evladları sevmir və yaxud hər cür var. Yəni sizin evladların, sizin ailənin münasibəti necədir? Sevinirlər? Sevinirlər. Mənə çox istəyirlər. Sizi çox istəyirlər, amma işinizə hörmətlə yanaşırlar. Belə də, yox, hörmət deyə bilmərəm. Onlar istəmirlər ki, mən baxıcı adı. Mən uca qala bilmərəm. Tamila xanım artıq bu sahədə özünü təsdiqləyir. 30 yaşından ta yeni gün içirir. Artıq illərin Toma xanımsınız. Tomasıyam. Bəli, illərin Tomasıdır. Mən sizə şəfa diləyirəm. Çox sağ olun. Həmişə aramızda olasınız. Bu gələn yeni il uğurlar gətirsin. Aramızda olun. Başqa nə deyim? Çox sağ olun. Sağ olun. Təşəkkür edirəm. Dinləyicilərimi öpürəm, bağrıma basıram.